Salam değerli izleyiciler. İndi ise size bugün 29 iyun 2025 yıl tarihinde OTK tarafından keçirilmiş 11. sınıf blok sınav imtahanının riyaziyyat sorularının izahatını vereceğim. Kanala abone olmağı ve videoları beğenmeyi unutmayın. Başlayaq ilk sualdan. Limitini hesablayın. Burada nəyə baxırıq? En sonsuzluğa yaxınlaşdığı üçün sürətlə məxrəcdə sonsuzluğa yaxınlaşır və qeyri-müəyyənlik alınır. Bu tip sorularda nə edəcəyik? Limit en sonsuzluğa yaxınlaşır. Yazırıq. Məxrəcdə ən böyük qüvvət n üstü 4'dür də. Ona görə sürətlə məxrəci də n üstü 4'ə böləcəm. 2 üstəyə gəlir 5 bölünsün n'in kubu. Çıx 2 bölünsün n üstü 4. Sürəti n üstü 4'ə böləndə sürəti belə yazıram. N üstü 4 bərabərdir. Kub kök altında n üstü 12. Belə yaza bilərik. Ona görə sürəti böləcəm. Kub kök altında n üstü 12'ye böləndə alınacaq kub kök altında 125 çıxılsın 4 bölünsün n üstü 8 üstəgəl 6 bölünsün n üstü 12. En sonsuza yaxınlaşdığı üçün bunların hər biri sıfıra yaxınlaşacaq. Bunların hər biri sıfıra yaxınlaşacaq. Və nəticə bizdə alınacaq. Burada kub kökdə 125 bölünsün 2. Bu da bərabərdir 5'in 2'ye nisbəti, yəni 2,5. Doğru cavab olacaq bizdə burada Y variantı 2,5. İkinci sual. Alfa iti bucaq, beta düz bucaq. Alfa plus beta plus gamma 200 dərəcə olarsa, gamma bucağın dərəcə ölçüsünü ala biləcəyi ən kiçik tam qiymətini tapın. Baxırıq nəyə? Beta düz bucaq verir bizə. Beta düz bucaqdırsa, demək bura 90 dərəcədir. Alfa ilə gammanın cəmi olacaq neçə? 110 dərəcə olacaq. 110 dərəcə. Alfa iti bucaqdır. Yəni demək istəyir ki, alfa yerləşir 0 ilə 90 arasında. İndi gamma bucağın dərəcə ölçüsünü ala biləcəyi ən kiçik tam qiymət. Ən kiçik tam qiymət soruşduğu üçün alfanın maksimum qiymətini götürmək lazımdır. Alfanın maksimum tam qiyməti 89 dərəcədir. Buna da çıxır ki, gamma bərabərdir 110 dərəcə çıx 89 dərəcə. Gamma bərabərdir 21 dərəcə. Yəni doğru cavab olacaq C variantı. 21 dərəcəyə bərabər. Üçüncü sual. A parametrinin neçə tam qiymətində tənlin həlli var? Birinci nəyə baxmaq lazımdır? Kvadrat kökdür sağ tərəf. Deməli, kök altında A çıx 5 böyük bərabər 0 olması lazım. Deməli, A böyük bərabər 5. Bunu bildik. A 5'dən böyük bərabərdir. İndi biz bilirik ki, A sinus x plus B kosinus x. Bu funksiyanın ən böyük qiyməti kök altında A kvadratı plus B kvadratı. Ən kiçik qiyməti bunun mənfisidir. Yəni qiymətlər obası plus minus kök altında A kvadrat plus B kvadratına bərabərdir. Yəni bu ikisi arasında yerləşir. Əmsallar 3 və 4 olduğu üçün ona görə yazırıq ki, kök altında 3'ün kvadratı plus 4'ün kvadratı olacaq plus minus 5. Deməli bu ifadə, yəni bu bərabərin sol tərəfi yerləşir mənfi 5 ilə 5 parsasında. İndi sağ tərəf kvadrat kök olduğu üçün nəticəsi mənfi deyil. Ən azı 0'dır. Deməli, kök altında A çıx 5 isə yerləşəcək harada? 0 ilə 5 arasında. Bu mənfi isə itəcək. Hər tərəfin kvadratını alsam 0 kiçik bərabər A çıx 5. O da kiçik bərabər neçə? 25. Burada çıxır ki 5 kiçik bərabər A. O da kiçik bərabər 30. Deməli 5'dən 30'a kimidir? Deyir neçə tam qiymətində? Buradan görünür ki 26 dənə tam qiymət var. Doğru cavab olacaq burada C variantı. 26 tam qiymətində ödəyəcək. Dördüncü sual. İfadəsinin ən kiçik qiymətini tapın. Burada müxtəsəri tətbiq eləsək, yəni 2 dənə ayrıca tam kvadrat ayırsaq, x kvadrat. Çıx x'i yazıram bu şəkildə. 2 vurulsun
2'də 1 vur x. Deməli, mənə lazımdır 2'də 1'in kvadratı. Çıxılsın 2'də 1'in kvadratı. Sonra digər hissəni yazıram y kvadrat. Üstə gəl 2 vur 2'də 1 vur y. Plus 2'də 1'in kvadratı lazımdır mənə. Çıx 2'də 1'in kvadratı. Deməli, bu hissə aydın məsələ tam kvadratdır. Eyni zamanda aşağı bu hissə də nədir? Tam kvadrat. Buraya yazırıq x çıx 2'də 1'in kvadratı. Üstə gəl y plus 2'də 1'in kvadratı. Çıx 4'də 1, çıx 4'də 1. X çıx 2'də 1'in kvadratı. Y plus 2'də 1'in kvadratı. Çıx 0,5. İndi ən kiçik qiymət soruşur. Biz bilirik ki, kvadrat heç vaxt mənfi ola bilməz. Burası 0 ola bilərmi? Ola bilər. Burada 0 ola bilər. Deməli, bu ikisi 0 olanda ən kiçik qiymət çıxacaq mənfi 0,5. Doğru cavab olacaq Y variantı mənfi 0,5. 5-ci sual. Hündürlükləri 6 və 8 olan paralaqlamın kiçik tərəfi 9 olarsa, onun perimetrini tapın. Kiçik tərəf. Biz bilirik ki, kiçik tərəf verilibsə, kiçik tərəfə çəkilmiş hündürlük daha böyükdür. Daha böyük. Deməli, bu 8 9'a çəkilib. Deməli, digər tərəfə də A desəm, böyük tərəfə A desəm, A vur 6 bərabər 8 vur 9'a. Çünki biz bilirik ki, AHA BHB-yə bərabərdir. Burada da çıxır ki, A vur 6 bərabərdir 72'yə. A çıxır 12. B də 9'dur. Perimetr soruşur. Perimetr bərabərdir 2 vurulsun A plus B'yə. 2 vurulsun 12 plus 9. 2 vurulsun 21. Nəticə olacaq 42. Doğru cavab olacaq A variantı. 42'yə bərabər. 6-cı sual. Alfa müstəvisi ABC üçbucağının AB və AC tərəflərini uyğun olaraq M və N nöqtələrində kəsir və üçbucağın BC tərəfinə paraleldir. Bu olsun BC. Müstəvidə bu şəkildə gəlib keçir. Amma BC tərəfinə nədir? Paralel olacaq şəkildə keçir. Bu da A. AB tərəfini M nöqtəsinə kəsir. AC tərəfini isə N nöqtəsində kəsir. İndi bizə deyir ki, AM ilə BM-in nisbəti 1'in 4'dədir. Yəni, bura K'dırsa, bura 4K'dır. 1'in 4'ə nisbətindədir. M-in verib 7. BC-nin soruşur, bu da X. İndi burada bu düz xətt, D düz xəttdir. BC paralel olduğu üçün bu bucaqla bu bucaq eynidir. Bu bucaqla da bu bucaq eynidir. Uyğun bucaqlardır. Bu üç bucaqlar oxşardır. Onlara görə də oxşar olduğu üçün yazırıq K'nın, iki xəttin qarşısı K. 2 xəttin qarşısı 5K. 5K-ya nisbəti bərabərdir M-in, yəni 7'nin BC X-ə nisbəti. K'lar gedir buradan. X alınır. 7 dəfə 5, 35. Yəni doğru cavab burada olacaq D variantı. 35'ə bərabər. 7-ci sual. Bərabərsizliklər sisteminin tam həllərin sayını soruşur. Baxın, modul X böyük bərabər 3 verib. Deməli, bunun həllini məlum məsələ. X 3'ün ya sağında olmalıdır. 3 müsbət sonsuzluq. Ya da mənfi sonsuzluqdan mənfi 3'ə kimi yerləşməlidir. Bu birincinin həlli. İndi x çıx 2'nin modulu 8'dən kiçik. X çıx 2'nin modulu 8'dən kiçiksə, deməli x çıx 2 arada yerləşir. 8 ilə mənfi 8 arasında. Hər tərəfə 2 əlavə eləsəm, mənfi 6, x 10. İndi x mənfi 6 ilə 10 arasında yerləşir. Mənfi 6, 10. Bizə lazımdır. Sistem dediyi üçün bizə lazımdır onların kəsişməsi. Bunların kəsişməsi də görünür. Mənfi 6'dan mənfi 3'ə birləşir 3'dən 10'a kimi. 3'dən 10'a kimi. Bunların kəsişməsi buradır. İndi tam həllərin sayını soruşur. Baxın, mənfi 4, mənfi 5, mənfi 3 buradadır, sol tərəfdə. Mənfi 5'dir, mənfi 4'dür, bir də mənfi 3 tam həllər. Burada isə 9 dənə tam həll var. 3 dənə burada, 9 dənə burada, 12 dənə tam həll olacaq. Doğru cavab alınacaq C variantı. 12 tam həll sayı olacaq.
8-ci suala baxaq. ABCD proqramında A və D bucaqlarının tənbənləri proqramın xaricində Y nöqtəsində kəsişərək BC tərəfini B nöqtəsindən başlayaraq M və E nöqtələrində kəsir. AD 3MN olarsa, AMD MYN nisbətini soruşur. Burada nəyə baxırıq? Əvvəlcə proqramı çəkək. Bu olsun bizim proqramımız bu şəkildə. Deməli, A, B, C, D. İndi deyir ki, A və D bucaqlarının tənbənləri proqramın xaricində Y nöqtəsində kəsişir. Xaricində Y nöqtəsində kəsişir. Belə bir şeydir. Y nöqtəsində kəsişir. Və deyir ki, BC tərəfini B nöqtəsindən başlayaraq M və E nöqtələrində kəsir. M və N nöqtələrində kəsir. Bunu da bildik. İndi deyir ki, AD 3M-nə bərabərdir. Yəni, mən bura X desəm, bura olacaq 3X. 3X. Bunu bildik. Bizdən soruşur, AMD-nin sahəsi bölünsün MYN-in sahəsinin nisbətini soruşur. Burada nəyə baxırıq? Bu bucaq bərabərdir. Bu bucaqla da bu bucaq bərabərdir. Bu bucaq da ortaqdır onsuz da. Bu üç bucaqlar oxşardır. Oxşar olduğu üçün yaza bilərik ki, sayıların nisbəti S 3 bucaq MYN bölünsün S 3 bucaq AYD. Sayıların nisbəti bərabərdir K kvadrat. Yəni oxşarlıq əmsalının kvadratı. Bu da bərabərdir oxşarlıq əmsalının kvadratı olduğu üçün yaza bilərik X-in 3X-ə nisbətinin kvadratı. Yəni 9'da 1. Yəni böyük üçbucağın sahəsi kiçiyinin neçə mislidir? Kiçiyinin 9 mislidir. Yəni mən bura S desəm, bura olacaq 9S. 9S. Deməli, bura S isə, bura 9S isə, bura olacaq 8S. Burada olacaq 8S. AMD məlum məsələ 8'dir. 8S. MYN də nədir? S'dir. Cavab olacaq 8. Yəni Y variantı. Doğru cavab burada Y variantında verilib. Dokuzuncu sual. Doğranı 10 cm olan konusun ox kəsiyinin medianların kəsişmə nöqtəsi oturacaqdan 2 cm məsafədə olarsa, konusun yan səthinin sahəsini tapın. Deməli, doğranı 10 verib. Bax, deyir ki, medianların kəsişmə nöqtəsi oturacaqdan 2 cm məsafədə yerləşir. Yəni, buranı verib 2. A, B, C, burada H olsun, burada C olsun. CH 2 verib. Medianlar kəsişmə nöqtəsində təpədən başa 2'nin 1'ə nisbətində bölünür. Bura 2 olduğu üçün bura olmalıdır 4. Yəni 2'nin 1'ə olsun deyə. Deməli, AH olacaq 6. 16 Pifagorla BH çıxır burada 8. BH 8. Konusun yan səthinin sahəsi. Konusun yan səthi S yan bərabərdir. Pi R L. Pini 3 verib. Radius 8. Doğran da 10'dur. Cavab olacaq 240. Doğru cavab D variantı 240'a bərabərdir. Düzbucağın uzunluğu 20%, enini isə P% artırdıqda sahəsi 80% artarsa, P-ni tapın. Yəni düzbucaqlı çəkirəm. Züruri sayın. Bu düzbucaqlıdır. Enini A deyirəm, uzunluğuna B deyirəm. Sahəsi S bərabərdir. A vurulsun B'dir. Hal-hazırda. Uzunluğunu 20% artırsaq, yəni B-dirsə nə olacaq? B-nin alınacaq 120%. 120%. Və deyir ki, enini də P% artırsaq, sahəsi 80% artır. Sahəsi 80%. Yəni S olacaq, artıq S-in 180% olacaq.
İndi n-ə x deyəcəm. Çünki n-i bilmirəm nə qədər artır, neçə faiz artır. N-ə x deyəcəm. X. Deməli x vurulsun b-nin 120 faizi bərabərdir nəyə? S vurulsun 180'in 100'ə nisbəti. 180'in 100'ə nisbəti. Baxın, yüzlər getdi burada ixtisar. 120 ilə 180 ixtisar 60'a. Burada 2, burada 3. Deməli 2x bərabərdir. 2x bərabərdir. Hətta b də var yanında. 2x b bərabərdir 3s-ə. S də AB-də axı. 2x vur b bərabərdir 3ab. B'lər də getdi. Deməli x bərabərdir 1,5a. Baxın, əvvəlcə a-dır, indi isə 1,5a olub. A özü 100%'dir. 1,5a-nı da mən faizə çevirsəm, nə olacaq? 150% olacaq. Deməli, n-ni də 50% artırıblar. Cavab A variantı. 11-ci sual. Z kompleks ədədi üçün həqiqi hissənin əmsalını soruşur bizdən. Üzr istəyirəm, xəyali hissənin əmsalını soruşur. Bunu belə yazırıq. 1 plus i'nin kvadratının kubu. Bu bərabərdir. 1 üstəgəl 2i üstəgəl i kvadratı. Bunda kubu. I kvadratın yerinə mənfi 1 yazsaq alınacaq 2i'nin kubu. Bu da olur 8i kubu. 8i kubu da mənfi deməkdir. Olacaq mənfi 8i. Deməli, doğru cavab olacaq burada. Y variantı mənfi 8'ə bərabər. 12-ci sual. A, B-nin A çoxluğudur. B-nin element sayısı 5'dir. A birləşir B çoxluğunun A çoxluq sayısını soruşur. Deməli, A birləşir B-ni elə bizə B-ni verir. B-ni verir. A çoxluq sayısı da 2 üstü N-dir. N burada element sayısıdır. B-nin element sayısı 5 olduğu üçün 2 üstü 5 nəticə olacaq 32. Yəni doğru cavab Y variantı 32'ye bərabərdir. 13-cü sual. İntegralını hesablayın. Əvvəlcə sürəti belə yazırıq. X çıx 2 üstəgəl x plus 2. Məxrəcdə x-i çıxarsaq mütərizə xaricinə x plus 2. Bunlar ixtisar gedəcək. X çıx 2'nin x-ə nisbəti. Bu da 1 çıxılsın 2 böl x deməkdir. Onda yazırıq 1'dən 3'ə 1 çıxılsın 2 böl x dx. Bu da bərabərdir. 1'in integralı x'dir. 2 böl x integralı 2 sabitdir. 1 böl x integralı ln x deməkdir. Deməli olacaq 2 ln x. X də yerləşir 1 ilə 3 arasında. İndi x'in yerə 3 yazsaq 3 çıxılsın 2 ln 3 çıxılsın x'in yerə 1 yazanda 1 çıxılsın 2 ln 1. ln 1 0 deməkdir. 3 çıxılsın 2 ln 3 çıx 1. Yəni 2 çıxılsın 2 ln 3. 2 çıxılsın 2 ln 3. Doğru cavab olacaq Y variantı. On dördüncü sual. Funksiyasının qrafiki olan parabolanın təpə nöqtəsinin apsis və ordinat oxuna qədər məsafələrin cəmi. Parabolanın təpə nöqtəsi MN-dir də. İndi apsis oxu və ordinat oxuna qədər olan məsafələrin cəmi soruşulanda bizdən modul M plus modul N-i soruşur. İndi bu funksiyanın qrafiki yox. Hər hansı bir funksiya çəkirəm burada. Olsun bu şəkildə bir funksiya. Təpə nöqtə baxın M N-dir. Apsis oxuna qədər olan məsafə N-ə bərabərdir. İri oxuna qədər olan məsafə isə M-ə bərabərdir. M-ə. İndi birinci rübə olduğu üçün hər ikisini müsbət olaraq yazdım. Ona görə də bunu belə yazırıq. Y bərabərdir. X kvadrat çıx 8x üstəl 16 çıx 16. Bu da bərabərdir. X çıx 4'ün kvadratı çıx 16. Təpə nöqtə 4 mənfi 16'dır. Bizə lazımdır modul 4 ilə modul mənfi 16'nın cəmi. 4 plus 16 nəticə olacaq 20. Yəni doğru cavab olacaq C variantı 20'ye bərabər. 15-ci sual. Vektorlar arasındakı bucağı soruşur. Yəni biz bilirik ki, kosinüs alfa bərabərdir.
Bunların skaler hasili 5'i -4'ə vuranda -20 üstə gəl. İrlərin hasili 2'ni 10'a vuranda 20. Birincinin modulu kök altında koordinatları kvadratları cəmi 29. İkincinin modulu kök altında neçə alınacaq? 116. Sürət 0 olduğu üçün nəticə 0'dır. Yəni kosinus alfa 0'sa deməli alfa 90 dərəcədir. Yəni, doğru cavab C variantı. 16-cı sual. İfadəsini sağlaşdırın. X 0'dan fərqli, x plus minus 1'dən fərqli. Sürətdə x'i çıxarsam mütərizə xaricinə, x kvadrat çıx 3x plus 2. Məxrəcdə x'i çıxarsam mütərizə xaricinə, x çıx 1. Üstə gəl. Yenə sürətdə x'i çıxarsam mütərizə xaricinə, x kvadrat çıx x çıx x çıx 2. Məxrəcdə x'i çıxarsam x plus 1. Baxın, x 0'dan fərqli. Artıq mən bunları ixtisar edə bilərəm. Bunları ixtisar elədim. İndi burada sürəti yazıram. X çıx 1, x çıx 2. Bölünsün x çıx 1. Üstə gəl. Burada sürəti yazıram. X çıx 2, x plus 1. Bölünsün x plus 1. Baxın, bunlar da ixtisar gələcək. Qalır x çıx 2, üstə gəl x çıx 2. Nəticə olacaq 2x çıx 4. Doğru cavab B variantı. Yəni burada şərt verdiyi üçün rahatlıqla ixtisar edə bilərik. 17. 5 ağ və 4 qara kürəcin içərisində təsadüfən seçilmiş 3 kürəcikdən ikisinin eyni rəngli olması ehtimalını tapın. İkisinin eyni rəngli. Deməli 2 ağ, 1 qara və yaxud da 1 ağ, 2 qara seçməliyəm. Bu əlverişlilərin sayıdır. Ümumi kürəcik sayısı 9 dənədir. Kombinezon 9'dan 3. Hamısını seçirəm. Bütün mümkün halların sayıdır. İndi burada nəyə baxırıq? Bu bütün mümkün halların sayı. İkisini ağ seçməliyəm. Kombinezon 5'dən 2. Birini qara seçməliyəm. 4'dən 1. Və ya birini ağ seçməliyəm. Kombinezon 5'dən 1. İkisini qara seçməliyəm. Kombinezon 4'dən 2. Bu bərabərdir. İndi bunu hesablayaq. 9'dan 3 nə deməkdir? 9 vur 8 vur 7. Bölünsün 3 vur 2 vur 1. 5'dən 2. 5 vur 4. 2 vur 1. 4'dən 1 4'tür. 5'dən 1 5. 4'dən 2. 4 vur 3. 2 vur 1. İndi sürəti də məxrəci də 2 ilə 1'in hasilinə vursaq, 2 ilə 1'in hasilinə vursaq, artı məxrəclərdəki 2 vur 1 itəcək. İndi sürətdə 5 vur 4 vur 4. Üstə gəl 5 vur 4 vur 3. Məxrəcdə də alınacaq. İndi 2 birlər bunlar ixtisar gedəcək. Burada da alınacaq 3 vur 8 vur 7. 9'una 3 ixtisar gedəcək. İndi 5 vur 4'ü mütərizə xaricinə çıxarsaq, yəni 20'ni çıxarsaq, 5 vur 4'ü mütərizə xaricinə çıxarsaq, qalacaq 4 plus 3. Bölünsün 24. 24 vur 7. 4 plus 3 7'dir. Bunlar da getdi. Burada nəyə ixtisar olunur? 4'ə ixtisar olunur. 6'da 5 ehtimal. Doğru cavab olacaq B variantı. 6'da 5 ehtimal olacaq cavab. 18. İfadəsini sağlaşdırın. Burada nə edəcəyik? Baxın, birinci kəsirdə sürətdə sinus alfa plus sinus beta. Düz suru tətbiq eləsək, 2 sinus cəminin yarısı 6 alfa, kosinus fərqinin yarısı da olacaq. Deməli 3 alfa olacaq da fərqinin yarısı. Bölünsün məxrəcdə. Kosinusda hər ikisi kosinusdur. Cəm olduğu üçün 2 kosinus 6 alfa vur kosinus 3 alfa. Üstə gəl. Bu ifadə də bizə verir. Tangens 6 alfanı verir. Tangens 6 alfanı verir. Deməli, bunlar ixtisar gedəcək, ikilər də gedəcək. Sinusun kosinusa nisbəti tangens alfa deməkdir. Yəni tangens 6 alfa. Üstə gəl tangens 6 alfa. Olacaq 2 tangens 6 alfa. Yəni doğru cavabımız olacaq burada B variantı 2 tangens 6 alfa. Keçən növbəti suala. Bərabərçilik ödəyən ən böyük ədədi tapın. Kub kök altında 27'dir. Qüvvət də 3 olduğu üçün kub kök itəcək. 27
27 üstü x kiçik bərabər 27 olacaq. 27 ilə yazıram 27 üstü 1. Deməli, buradan görünür ki, x kiçik bərabər 1. Ən böyük ədəd elə 1-in özüdür. 20. Tənliyin həqiqi köklərinin hasilini soruşur. Burada x 4-ə bir dənə t deyəcəm. T. Alınacaq t kvadratı çıx t çıx 12. Bərabər 0. Bu da t çıx 4 t plus 3 deməkdir. Bərabər 0. Yeri gəlmişkən burada t 0-dan böyük bərabər olması lazım. Dərəcə cütdür deyə. T 0-dan böyük bərabər olduğu üçün burası 0 ola bilməz. Deməli, burası 0-dır. T bərabər 4. T yenə 4 yazsaq, x 4 bərabərdir 4-ə. 4-ə. Bu da məlum məsələ. Bunu belə yaza bilərik. Rahat görsəniz deyə. X 4 çıx 4 bərabər 0. Bunda yazırıq x kvadratı çıx 2. X kvadratı plus 2 bərabərdir 0. Burası 0 ola bilməz. Deməli, burası 0-dır. X kvadrat bərabərdir 2-yə. X bərabərdir köşdə 2. X bərabərdir mənfi köşdə 2. Köşləri hasil. Köşdə 2 ilə mənfi köşdə 2-nin hasili olacaq nə? Mənfi 2. Doğru cavab C variantı. 21. Loqaritm a kvadratı əsasdan b kub 6 olarsa, loqaritm 20-ci dərəcədən köşdə b əsasdan modul a ifadəsinin qiymətini tapın. İndi bunu əvvəlcə sadələşdirək. Loqaritmin hadisəsinə görə 3 gəlir qabağa, 2 də məxrəcə gəlir. Loqaritm a əsasdan b bərabər 6. Buradan çıxır ki, loqaritm a əsasdan b bərabərdir 4-ə. 4-ə. Deməli, buradan çıxır ki, b bərabər nəyə? A üstü 4. B a üstü 4-ə bərabərdir. Yerinə yazsaq, loqaritm b a üstü 4-ə bərabərdir. Gətirib yerinə yazsaq, 20-ci dərəcədən kökdə b veribdir əsasda. 20-ci dərəcənin kökdə nə olacaq? A üstü 4. A üstü 4. Bu da olacaq 5-ci dərəcədən kökdə a. Təbii ki, burada a artıq müsbət olmalıdır ki, mənası olsun. Onu da yerinə yazsaq, 5-ci dərəcədən kökdə a. A müsbətdirsə, burada da a çıxacaq. A çıxacaq. Bu da bərabərdir loqaritm a üstü 5-də 1 əsasdan a. İndi 5-də 1 tərs şəkildə qabağa gələcək. Olacaq 5. Loqaritm a əsasdan a. Loqaritm a əsasdan a 1 deməkdir və nəticə olacaq 5. Doğru cavab Y variantı 5-ə bərabərdir. 22-ci sual. Deyir ki, tənbəllərin kəsişmə nöqtəsindən tərəflərə qədər məsafələrin cəmi 4 olan bərtərəfli üçbucağın medianların uzunluğu cəmini tapın. Burada nəyə fikir etmək lazımdır? Bərtərəfli üçbucaq deyir. Bərabər tərəfli üçbucağını çəkəcəm mən burada. Deməli, bunu biz çəksək, bu üçbucağı çəksək, bu şəkildə. Tənbəllər, bərtərəfli üçbucaq tənbəllər, baxın bunlardır. Bərtərəfli üçbucaq tənbəllər həm də hündürlük, həm də medianlar deməkdir, medianlar. Yəni, bu balaca yerlərdir də, balaca yerlər. Bura yerdirsə, bura 2 yerdir. Burada 2 yerdir. Burada olacaq 2 yer. Bizə elə bir ki, 3 dənə yerin cəmini verib. Yəni, 3 yeri verib bizə 4. Bizdən soruşur medianların uzunları cəmi. Yəni, 1 ilə 3 yerdir. 3 dənə olduğu üçün 9 yeri soruşur. 9 yeri. Yəni, 3 dəfə çox olacaq. Yəni, cavab olacaq 12. B variantı. 22-nin cavabı B variantı. Növbəti 23-cü sual. Nöqtəsi, A nöqtəsi y plus x bərabər 0 düz xəttə nəzərən simmetrik. B nöqtəsindən simmetrik olarsa PQA-sını tapın. Burada nə deməkdir? Deməli, y bərabərdir mənfi x düz xəttə nəzərən simmetrikdir. Deməli, həm y'lərini dəyişəcək, həm də işarəsini dəyişəcək. Baxın, A-nın x-inin əksi B-nin y-ni verəcək. Yəni, 2 bərabər 2 çıx 4-ə. 2 olacaq 6. A-nın y-nin əksi B-nin x-ni verəcək. Yəni, P plus 2 bərabər 3-ə. P də bərabər nəyə? 1-ə. PQ hasilini soruşur. 6-nı 1-ə vuranda 6.
Yani doğru cevap burada 6'ya bərabərdir. 24-cü sual. Mərkəzi O nöqtəsində olan çevrədə AC diametr AMB və BNC qövslərin uzunları uyğun olaraq 8pi və 4pi. Olarsa çevrənin radiusunu tapın. Baxın 8pi 4pi. Bura 8pi, bura 4pi. Baxırıq neçə eləyir bura? 12pi. 12pi-dirsə bu yarım dairədir axı. A-dan C-yə kimi yarım dairədir. Yarım dairədirsə ona görə uzunluğu olacaq pi r. Pi r 12pi olacaq. R də olacaq 12. Yəni cavab burada radius 12'ye bərabərdir. 25-ci sual. Funksiyasının qrafikinə absisi x0 bərabərdir 1 olan nöqtələr çəkilən toxunan bucaqmisalı. Deməli, toxunan bucaqmisalı k bərabərdir f törəmə x0-a. İndi bunun törəməsi tapırıq. F törəmə x bərabərdir 1 bölünsün 3x çıx 2. Bir də vurulsun buranın törəməsi, o da 3 eləyir. İndi x0 yine 1 yazsaq, f törəmə 1 bərabərdir 1 bölünsün 3 çıx 2 vur 3. Bu da olacaq 3. Deməli, doğru cavab burada 3'ə bərabərdir. 26-cı sual. A və B ədədləri üçün ifadəsinin ən kiçik qiymət aldığını bilərək 8A plus 7B cəminin ən kiçik qiymətini tapın. Baxın, modullu böyük bərabər 0, bu da böyük bərabər 0. Ən kiçik qiymət hər ikisi 0 olmalıdır. Deməli 2A 3'ə bərabərdir, 4B də 8'ə bərabərdir. B buradan 2'dir. İndi bunu yazıram bu şəkildə. 8A'nı yazıram 4 vur 2A plus 7B. 4 vurulsun 2A 3'tür. 4 vur 3. 7B. 7 vur 2. 12 üstə gəl 14. Nəticə olacaq 26. Yəni doğru cavab burada 26'ya bərabərdir. 27-ci sual. Ədədi silsilənin ilk n həddinin cəmi olan SN üçün uyğunluğu müəyyən edin. İndi biz bilirik ki, deməli S1 A1'ə bərabərdir. Yəni S1 A1'ə bərabərdir. İndi burada S1'i hesablasaq 1 çıxılsın 7, 1 çıxılsın 7 olacaq mənfi 6. Baxın C variantı buna uyğun gəlir. Burada hesablasaq 2 çıx 5, 2 çıx 5 olacaq mənfi 3. Baxın A variantı buna uyğun gəlir. Aynen C getdi. Burada n ilə 1 yazsaq 2'də 1 vur 1, 0,5. D variantı buna uyğun gəlir. İndi S5. S5. S5 baxın B variantı buna aiddir. 3'ə aiddir. N yerine 5 yazanda 25 bölü 2 ve 12,5. İndi öbürsünə baxaq. S5. S5 baxın 1'ə aiddir. N ile 5 yazsaq 25 çıxılsın 35 mənfi 10. 1C'ye 2A 3BD. 28. Qarabağ sözündə hərflərin yerini dəyişdikdə neçə söz B hərfi ilə başlayıb R hərfi ilə bitir? Baxın, B ilə başlayır, R ilə bitir. Artıq B, R istifa olundu. Yerdə qaldı 1, 2, 3, 4, 5 dənə hərf qalıb. 5 dənə hərf. Elə burada 5 dənə hərf yerləşəcək. Bu 5 hərf 5 faktorial qədər yer dəyişir. Amma burada nəyə fikirləmək lazımdır? Bu 5 hərfdən 3'ü eyni hərfdir. Yəni, Q fərqlidir, amma 3 dənə A var. Yəni 3 dənə A-nın yerini dəyişəndə fərqləmir. Bölməliyəm bunu 3 faktoriala. Deməli, A-ların yerini dəyişəndə fərqləmir. Bu da olacaq 5 vur 4 vur 3 faktorial, bölünsün 3 faktorial. Bunlar getdi. Nəticə alınacaq 20. Yəni doğru cavab 20'ye bərabərdir. 29. O, M, Y, N, F, K nöqtələri tiri 8 olan A, B, C, D, A1, B1, C1, D1 kubunun üzlərinin orta nöqtələridirlər. O nöqtəsi ilə digər üzlərinin orta, yəni üzərin mərkəzlərini birləşdirən parçaların uzunları cəmini tapın. Burada aydın məsələdir. Birinci növbədə OK elə 8 olacaq. Çünki aşağı oturacağın, üst oturacağın mərkəzlərin arasındakı məsafə tirin uzunluğuna bərabərdir. Burada birini yazsaq bəs eləyir. Baxın, buranı birləşdirsəm, bura Pifagor alınır. İndi buraya bir dənə el deyirəm. O el ilə elin eyni şeydir.
Filin yarısıdır 4. 4. Deməli o n olacaq Pifagorla 4 köşdə 2. Yəni hamısı eynidir. O n'dir, o f'dir, o y'dir, o m'dir. Hamısı eynidir. O n, o f, o m, o y hamısı eynidir. Deməli, indi bunların sayı lazımdır. 1, 2, 3, 4. 4 dənə olduğu üçün 4 vur 4 köşdə 2 budur. Bir də üstə gəl OK. OK da 8'dir. Yəni 16 köşdə 2 plus 8 olacaq. Cavabımız bu şəkildədir. 16 köşdə 2 plus 8. 30-cu sual. ABCD proqramında N və N uyğun olaraq AD və CD tərəflərin orta nöqtələridir. AN və CN parçaları O nöqtəsində kəsişir. ABCO dörtbucaqlısının sahəsinin DMON dörtbucaqlısının sahəsindən 4/5 olduğunu ispat edin. Burada mən nə edəcəm? AC diagonalını çəksəm, bir də burada BD-ni çəkirəm. Burada bir dənə O1 deyirəm. İndi baxın, M orta nöqtədir. M orta nöqtədir, N də orta nöqtədir. N də orta nöqtədir. Diagonal kəsişmə nöqtəsinə yarıya bölünür. Yarıya bölündüyü üçün CO1 ilə AO1 eynidir. Baxırıq nədir? ACD üçbucağına baxaq. ACD üçbucağında elə bir ki, DO, CM aynı medianlardır. Medianlar olduğu üçün medianlar sayını 6 bərabər hissəyə bölür. Yəni bura S, bura S, bura S, bura S, bura S, burada S. Deməli 6S. Deməli 6S olduğu üçün yuxarıda olacaq 6S. Deməli bura olacaq 3S, burada olacaq 3S. Çünki proqramın diagonalı sayını yarıya bölür. 6S aşağısa yuxarıda 6S olacaq. İndi deyir ki ABCO. ABCO'nun sahəsi baxın görünür burada 3S plus 3S üstə gəl S, üstə gəl S'dir. Yəni 8S'dir. DMON. DMON bax görünür burada 2S'dir. O birisi 2S'dir. 8S'in 2S'ə nisbəti olacaq 4. Yəni 4 dəfə böyük olduğunu ispat elədik. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.